Bu dəfə qardaşın sənə bir dənə həyət evi tapıb ki, fulun da, yəni full dolu əşyalı, kupçalı, ipotekaya yararlı, qiymət isə bal kimi bir qiymətdir əzizləyicilərimiz. Qonaq otağından təqdimata başlamışam ki, baxın, bu bina evi deyil, həyət evidir. Yenə deyirəm, həyət evi 120 kvadrat, kupçası hazır əldə, ipotekaya yararlı. Bir dənə söz deyim, gözlüyün qardaşı çölün göstərsin, sonra içərisini tam göstərəcəm. Getdik. Qəşəng, səliqəli, güllü, çiçəkli həyətimiz var. Həyətə maşın daxil olur, dəyərli izləyicilərimiz. %100 daxil olur. Burada görünən bu dəmir şkaflar yığılıb. Dəmir şkaflar. Görürsünüz? Bu dəmir şkaflar yığılıb qəşəng. Harsı bahalıdır dəmir şkaflar. Bunu götürsünüz, problem yoxdur. Yəni bura rahatsızlığın nə istəyirsən, bütün artıq əşyalarını yox. Evin fasadını göstər. 2 mərtəbə, 4 otaq. Köhnə tikilidir. Köhnə. Yenidən reservasiya işləri görülməyib. Çünki bu evdə bir gün belə olsun yaşayış olmayıb. Yəni gəliblər, yığıblar üçün, adam burada yaşamır. Deyir, mən bu evimi satıram. Ehtiyacım yoxdur. Bax, görürsünüz, manqalı da hamısı evin içərisindədir. Deyir, istəmirəm da qardaş, mən yaşayan yoxdur. Yığmışam hazır için, özüm də usuyam. Hər şey də var evin içərisində, hər şey. Gəl bura. Buradan ehtiyatlı başın dəyməsin. Bunu qoyublar ki, uşaq turnik zad eləsin burada. Mətbəx, bax görsən, səliqəli. Hər şey qaydasında. Qoşa daşla tikilib, tam təmirlidir. Keç ora. Dəhlizi görsən necə geniş. Bir dənə zalın göstər. Belə qəşəng səliqəli. Göstər. Məni göstərmə, zalı göstər. Qurban olum. Bu nə çəkir bilmirəm. Cəmaatın başını fırlatma. Bax, gəldim buradan qardaş. Baba o. Zalı baba. Zala bax. Gör nə gözəldir. Geniş bir dənə zal. Bu evi alana, qəşəng hədiyyələrimiz olacaq. Bir dənə də mən operator hədiyyə verim ki, çəkə bilsin bu ev eşiyi. Bax, bunun pləkanları, çox evlərdə məsələn pləkanla qalxanda sirkələnmə olur. Bunun pləkanlarında qram sirkələnmə yoxdur. Çünki monolit betondur bu hissələr hamısı. Qalxaq ikinci mərtəbəyə doğru. Gəlmisən, gəl ikinci mərtəbəyə. İkinci mərtəbədən hamam sanuzeli istifadə olunmur. İndiyə kimi də istifadə olunmuyub. Geniş dəhliz sistemi. Bir yataq otağı. Deməli, əzizləyicilərimiz, söhbətimiz şirin getdi. Nə deyəcəkdim mən sizə? Bir dənə uşaq otağının şirinliyinə baxın. Allah hər evə gözəl bir uşaq qismət eləsin. Gör nə qəşəng, səliqəli. Deməli, gəldik o əsas məsələyə. Yəni, qiymətə. Bir dənə yataq otağını göstər. Bahalı mebellər zaten. Hamısı, hər şey qaydasındadır. Balkona çıxmaq üçün yerdir. Raşotkasında da hər şey var. Kondisioner nə qədər istəsən var bu evdə. Bir dənə sizə qardaşı söz etsin. Deməli, istəyirsənsə əşyasız verim, sən əşyalı. Deyirsənsə əşyan var, mən bu ev sənə 93 təklif eləyirəm. Yox, əgər bu əşyaları bəyənirsənsə, bununla istəyirsənsə 114.500 deyirəm, gəlirsən, danışıb razılaşırıq. Dövlət ipotekası alınmış müştərilərimiz üçün gözəl fürsət. İpoteka hazırdır, gəl al. Xırdalan şəhəri Avpark yaşayış kompleksindən yaxın bir məsafədir. Deməli, avtovağzal Xocasən metrosuna gedən avtobuslar evin cəmi 50 metrliyinə keçir. Sağ olun, qulluğunuz yox.